Ölkəmizdə ortaq türk əlifbasında ilk kitab nəşr olunub. Belə ki, bu poeziya antologiyası Azərbaycan və türk dünyasını eyni əlifbada birləşdirir. Azərbaycan və türk dünyası ortaq əlifbada poeziya adlı antologiyada türk xalqlarının ədəbi əlaqələri, poeziya nümunələri vasitəsilə ortaq əlifbada təqdim edilib. Nəşrdə istifadə olunan latın qrafikalı 34 hərfli ortaq türk əlifbası 2024-cü ildə Bakıda keçirilən toplantıda qəbul edilən yekun qərara əsaslanır. Bu sadəcə türk dünyasında 3-cü, Azərbaycanda isə ilk kitabdır. Bu kitabın fərqi ondan ibarətdir ki, burada sadəcə olaraq hər hansı əsərin götürülərək çevrilməsi deyil, ayrı-ayrı əsərlərin türk dünyasına toplanaraq ortaq türk əlifbasında çevrilərək tərtib olunmasıdır. Antologiyada çap olunan hər bir türk xalqına aid bədii nümunələr əvvəlcə yazıldığı dildə, sonra isə ortaq əlifbaya uyğunlaşdırılmış şəkildə verilib. Kitabda Azərbaycan və türk dünyasından hər bir ölkənin səhifəsində həmin respublikanın tarixi memarlıq irsini əks etdirən fotokollajlar da təqdim olunub. Kitabın məğzi bundan ibarətdir ki, bir Azərbaycan şairinin hər hansı bir türk məmləkəti haqqında şeiri, eyni zamanda qarşılıqlı olaraq o məmləkətdən bir şairin Azərbaycan haqqında şeiri, amma ortaq əlifbaya uyğunlaşdırılmış şəkildə bu kitabda təqdim olunmuşdur. Ortaq türk əlifbasında ilk kitab ötən il Türkiyədə Çingiz Aytmatov İnstitutu tərəfindən təşkil edilən Böyük Çölün Ruhu Türk Dünyası rəssamları Çingiz Aytmatovu anır adlı sərginin açılış mərasimində təqdim edilib. Biz de bunun ilk örneğini verdik. Bu Cemile'yi, Cengiz Aytmatov'un Cemilesini Kırgızca ortak alfabeyle bastık. Bir başlangıç yaptık Türk dünyasında. Daha sonra bizden sonra bizim Türkiye'de Kültür Bakanlığımız Akgemi ve Kara Sözler kitabını orijinali tam çıkmadı ama onlar da böyle bir projeye girdiler. Qeyd edək ki, Milli Elmlər Akademiyasının nəşr etdiyi bu antologiya 1-ci Türkoloji Qurultayın 100 illiyinə elmi töhfədir. Röya Salmanova, Emin Tağıyev, Telesəhər.